İngilisin qrammatikası haqqında ən önəmli şeylər deyirəm indi. Bu dəqiqə bunu deməliyəm. Deməli, İngilisin qrammatikası bizə indi bu klassik təlim deyil, yəni hamı kitabdan bunu oxuya bilməz. Mən belə eləmişəm özüm üçün uşaq vaxtından, dilləri öyrənəndən, dünyam eşələndim bir 10 il. Gəldim, çıxdım o qənaətə ki, dünyanın bütün dillərini 4 yerə bölmək olar qrammatikasını. Feil bölməsi, modal əmsallar, yəni modallıq niyə deyirəm ona, modal feil demirəm. Modality anlayışdır, fenomendir bir dilçilikdə, modality. Rus dilində modalnost, Azərbaycanca modallıq. Modallıq flektiv dillərə aid olan anlayışdır. Flektiv dil nədir? Dünyanın bütün dilləri müasir dillər, praktik olaraq flektivdir. Bir də var aglünativ dillər, bizimki aglünativdir. Aglünativ dillər daha qədimdir yaşına görə. Çünki daha çox insan əməyinə bənzəyir, yəni illərin əməyinə bənzəyir. Flektiv dillər bilinir ki, sünilik var. Götürüblər ağılla düzüb qoşublar. Amma aglünativ dillər bilinir ki, insanın keçdiyi yüzillər, min illərdən əmələ gəlmiş bir dildir. Aglünativ dilin xüsusiyyəti nədir? Çox bəsit formada deyəcəm, başa düşəsiniz. Aglünativ dil sözün daxilində qayda daşıyır. Məsələn, gəlməyəcəm. Bir dənə söz daha, yazanda bir dənə söz yazısında gəlməyəcəm. Amma gör nə qədər qayda var orada. Gələcək zaman onun içindədir. Mən şəxsinə aid olduğu onun içindədir. Deməli, feilin inkar şəkilçisi onun içindədir. Və də feilin özü onun içindədir. Bu 4 dənə tərkib olur. Amma İngilis dilində I, will, not, come. Bu 4 dənə sözdür. Bizdə isə bir dənə söz oldu. Biz bütün qrammatik qayda və xüsusiyyətlərini söz daxili daşıyan dilə deyirlər aglünativ. Qrammatik xüsusiyyət və qaydaları cümlə daxili ayrı-ayrı sözlərdən ibarət daşıyan dilə deyirlər flektiv. Yəni fleksiya eləyir dil. Hissələrə parçalanır və ədatlarla mənalar əmələ gətirir. Məsələn, from, the, room. 3 dənə sözdür. Bizdə otuqdur.